sağlıq. Hər birinizi bir daha salamlayıram. Gələn qonaqlarımıza xoş gəldin deyirəm. Bugün iki şəhidimizin andıq. Onların timsalında bütün şəhidlərimizi Allah'tan rəhmət diləyirəm. Onları qarşısında başlayırəm. Bugün burada şəhid analarımız, şəhid atalarımız, şəhid bazılarımız var. Qarşımıza başlayırəm. Hər birinizi Allah'tan can sağlıqlar sunuyorum. Bəli, 44 günlük müharibə bizim başımızı dik tutmağa, alnımızı açıq gəzməyə madəm etdi və biz bugün qürurluyuq. Qürurluyuq ki, qalib bir ölkənin vətəndaşları, qalib ölkədə yaşayırıq. İnşallah gələcəkdə bizim körpə fidanlarımız, körpə balalarımız, torpaqlarımızı, dövlətimizi, dövlətsizliyimizi daim qoruyacaq. Öz təhsilləri ilə, bilimləri ilə, sağlıqlarla, bayramlarımızı daimcə zirvələrə qaldıracaqlar. Burada valideynlərimiz iştirak edir. Onlara da təşəkkürümüzü bildirirəm ki, bu tədbirin